Salam əziz ibtidai sinif müəllimləri və müəllim olmağa hazırlaşan müdavimlər, xoş gördük hər birinizi. Mən Sahibə Hüseynova, Nura Akademi Tədris Mərkəzinin Azərbaycan dili və ədəbiyyat müəllimi. Sizlər üçün Nura Akademi Tədris Mərkəzi olaraq tam imtahan modelinə uyğun olan sınaq təşkil etmişdik. İndi isə həmin sınaqda istifadə olunan Azərbaycan dili suallarını izah edəcəm. İzaha keçmədən öncə qeyd edim ki, əziz müəllimlər, hazırda kursumuzda Azərbaycan dili, riyaziyyat, eləcə də kurikulumdan onlayn dərslər keçilir. Əgər siz də dərslərimizə qoşulmaq istəyirsinizsə, o zaman qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərsiniz. İndi isə başlayaq sualların izahına. Sual 1. Antonim sözlər hansı nümunədədir? Antonim əks mənalı sözlərdir. Eyni zamanda antonimlərin məna tayları mütləqdir ki, eyni nitq hissəsi olsun, fərqli nitq hissəsi olmalı deyil. Vəcdə gəlib bülbül kimi mahnılar ötən, özü əkib, özü biçən sən deyilmidin? Burada əkib, biçən, elə əkmək, biçmək feildir və hər ikisi eyni nitq hissəsidir, əks mənalıdır. Elə antonim cütlüyü istifadə olunub A variantında, cavab olur A. B-də könlümdə bir dərya nəcib arzular, yenə dərdli araz qırağındayam. Burada nəcib eyni zamanda dərdli antonim deyil, nəcibin antonimi kobuddur. Dərdlinin antonimi də sevinclidir. Yəni, bunlar bir-birlə antonimi təşkil etmir. Bu yol Təbrizimə aparır məni. Bu yolda kəsəyə, daşa baxmıram. Antonim cütlüyü yoxdur. Əlimdədir bu kainat, bu dünya. Kainat, dünya, cahan bir-birlə sinonimi təşkil edir. Antonimlik yox. Qartal kimi süzüb uçan nəğməmdə, sellər kimi axıb coşan nəğməmdə. Burada da antonim cütlüyü yoxdur. Doğru cavab oldu A variantı. Sual 2. Hərəkətin icra olunduğu yeri bildirən zərfin işləndiyi cümləni müəyyən edin. Yəni, yer zərflərini soruşur bizdən. Mən dostumla Vaqif türbəsini ziyarət etdim. Yer zərfləri irəli, geri, sağa, sola, aşağı, yuxarı, ora, bura. Yəni, bunlar yer zərfidir. A variantında Vaqif türbəsini haranın sualına cavab verir. Lakin Vaqif türbəsinin ikinci növ söz birləşməsidir. Eyni zamanda burada isim istifadə olunub. Türbə isimdir, yer zərfi yoxdur. Uşaqlar sürətlə şəhərə doğru getdilər. Burada sürətlə tərz hərəkət, şəhər isə isimdir, yer zərfi yoxdur. Evdə bizə sürpriz gözləyir. Evdə isimdir, yerli kar şəkilçisi qəbul etmiş, yer zərfi yoxdur. Yuxarıdakılar da bizim qənimətlərimizdir. Yuxarıdakı sifətdir. Sizin dayanacaq hələ irəlidədir. Haradadır? İrəlidədir. İrəli yer zərfidir. Və yer zərfi istəndiyi üçün cavab olur ilə E variantı. Daha sonra sual 3-ə baxaq. Təriflərinə görə təhlili bərkidilmişdir sözü ilə eyni olmayan sözü müəyyən edin. Bərkidilmişdir sözündə kökşəkiciyə ayırsaq əvvəlcə sözü, bərk sözün kökü, bərkimək, bərkitmək, bərkidilmişdir. Sözdə 3 leksik 2 qrammatik şəkilci var. Deməli, biz 3 leksik 2 qrammatik şəkilci olmayan sxemi tapmalıyıq. A variantında düzəltdirərsən, əvvəlcə sözü kökçəkilciyə ayıraq. Düz sözün kökü, düz, düzəlt, düzəlt, düzəltdir, düzəltdirər, düzəltdirərsən. Burada 3 leksik şəkilci, 2 qrammatik şəkilci var. Eyni zamanda bərkidilmişdir sözündə də 3 leksik 2 qrammatik şəkilci var idi. Bu həmin sxemlə uyğun olduğu üçün götürülmür. Göz, gözlə, gözlət, gözlədil, gözlədilmiş, gözlədilmişdir. Az, azal leksik, tı leksik, dır leksik, mış və am qrammatik. Düyməkdən düyün yaranır. Düyünlə, düyünlət, düyünlətmiş, düyünlətmişəm. Qorx, qorxud, qorxudul, qorxudulmuş, qorxudulmuşdur. Burada isə Y variantında 2 leksik 2 qrammatik var. Elə fərqli olan E variantıdır. Çünki bizə verilən sözdə bir kök, 3 leksik 2 qrammatik var idi və bu sxemə uyğun olmayan istənildiyi üçün cavab olur E variantı. Qorxudulmuşdur sözünü müəllimlər qorx, qorxu, qorxud şəklində parçalamaq olmaz. Yəni kök şəkilçi ayırmaq olmaz. Çünki ıt, tı şəkilçisi feildən feil yaradır. Biz burada qorxudan qorxu, qorxudan qorxud yarada bilmərik. Çünki qorxumaq deyilən bir söz yoxdur. Yəni daha doğrusu qorxumaqdan qorxutmaq yaranmır. Yəni ıt feilə qoşulur. Qorxudan qorxu ismi yaradıb sonra isimdən feil yarada bilmirik. Ona görə qorxutmaq sözü yadda saxlayın ki, qorxudulmuşdur sözündə qorx sözün kökü ut leksik, ıl leksik şəkilci götürülür. Yəni burada 2 leksik 2 qrammatik olduğu üçün uyğun olmayan cavab olur E variantında. Daha sonra sual 4. Ötkəmlik sözünün fonetik təhlilə bağlı yanlış fikri müəyyən edin. Ötkəmlik sözü tələffüz olunur
ötkəmlik şəklində. İndi isə baxaq. Vurğusu sonuncu hecədadır. Ötkəmlik, bəli, sona düşür. Bu doğrudur. Sözdə k samitinin kar qarşılığı olan g samiti var. Sözdə k samitinin kar qarşılığı. Sözdə g samiti var, lakin g samiti k-nın kar qarşılığı deyil axı. Əksinə, deməli, k samitinin cingiltili qarşılığı olan g var. Əgər yazılsaydı ki, sözdə k samitinin cingiltili qarşılığı olan g samiti var, o zaman doğru olardı. Çünki g k-nın cingiltili qarşılığıdır, kar qarşılığı deyil. Yəni, burada kar qarşılığı yazıldığı üçün fikir yanlışdır. Elə cavab olur B-də. İncə saitlərin ahəngi gözlənilmişdir. Bəli, hamısı incədir. Ö, ə, i. Səs və hərf tərkibi arasında 2 fərqli məqam var. K güya, digər K isə i səsinə keçibdir. 2 fərqli məqam var. Doğrudur. Kar samitlərin sayı cingiltili samitlərin sayından azdır. Deməli, kar samit t və i 2-dir. Cingiltili samit isə g, m, l 3-dür. Bu fikirdə doğrudur. Yanlış olan cavab oldu B-də. Sual 5-ə baxaq. Hansısa cümlədə tamamlıq feili birləşmə ilə ifadə olunmuşdur? Feili birləşmə dedikdə söz birləşməsindən söhbət gedir. Məstər feil sifət feili bağlama olan əsas tərəfi, yəni söz birləşməsi tapmalıyıq. Kəndə çatan kimi mənə yazarsan, kimə, mənə, nə vaxt, nə zaman, kəndə çatan kimi. Burada tamamlıq mənədir, lakin bu feili birləşmə yox, əvəzliklə ifadə olunub, ona görə A ola bilməz. Həmidə anası üçün maraqlı hədiyyə almışdı. Almışdı. Kim? Həmidə. Kim üçün? Anası üçün. Nə almışdı? Hədiyyə. Hədiyyə burada qeyri-müəyyən təsirli haldadır. Ona görə tamamlıq götürülür. Yəni qeyri-müəyyən təsirli halda olan sözdür. Hədiyyəni almışdı. Hansı hədiyyəni maraqlı? Cümlədə 2 tamamlıq var. Hədiyyə və anası üçün. Biri qoşmalı sözdür anası üçün. Digəri isə hədiyyə sadəcə isimlə ifadə olunub. Yəni burada da tamamlıq feili birləşmə ilə ifadə olunmayıbdır. Uşağın yazdıqlarını müəllim diqqətlə oxudu. Oxudu. Kim? Müəllim. Nəyi? Uşağın oxuduqlarını. Cümlədə tamamlıq uşağın oxuduqlarınıdır və ilə söz birləşməsi ilə ifadə olunub. Yazdıqlarını dıq plus mənsubiyyət də feil sifətin şəkilçisidir. Ona görə də elə cavab olur C variantı. Yəni burada tamamlıq feili birləşmə ilə ifadə olunubdur. Burada yazdıqları Q hərfi olmalıydı. Yazdıqlarını. Deməli, burada feil sifət, əsas tərəf feil sifətlə ifadə olunubdur və tamamlıqda feil birləşmə ilə ifadə olunub. Doğru cavab oldu C-də. D-də tələbənin oxumağı hamını heyran etmişdi. Heyran etmişdi. Kimi, hamını, nə? Tələbənin oxumağı. Burada isə tamamlıq əvəzliklə ifadə olunub. Bu da deyil. O əşyalarını heç kimə vermirdi. Vermirdi. Kim o? Nəyi? Əşyalarını kimə? Heç kimə. Burada tamamlığın biri əvəzliklə ifadə olunubdur. Digər isə isimlə. Doğru cavab oldu C variantında. Sual 6. Sıx sifətini hansı şəkilçilər artırmaqla yeni köklü sözlər yaratmaq olmaz? Lıq şəkilçisi adlara qoşulur, yəni sifətə qoşulmaqla yeni köklülük yaradır. Il feillərə qoşulduğu üçün sıx sifətinə qoşula bilmir, yəni sıx sözünə il şəkilçisi artıra bilmərik sıx sifətinə. Laş adlara qoşulur, yəni sifətə qoşulub yeni köklülük yarada bilir. Icı feillərə qoşulur adlara, yəni sifətə qoşulmadığı üçün yeni köklülük yarada bilməz, yəni qoşula bilməz. Yəni sıx sifətinə qoşulmur. Qoşulduqda artıq sıx orada feil olur. Intı da feillərə qoşulur, yəni sıx sifətinə yox, sıx feilinə qoşulur. Yeni köklü sözlər yaratmayacaqlar olur ki 4-5-də, yəni C variantında. Sual 7. Nümunədə hansı durğu işarələri buraxılmışdı? Xurşidbanu üzünü ona tutub, qoşa nöqtə. Uzun əhvalatdır, ata, dedi. Gedən gündən başım yaman qarışıq idi. Burada dialoq şəklində olduğu üçün əvvəlində tire qoyulur. Uzun əhvalatdır. Ata burada xitabdır, ona görə vergül. Daha sonra müəllifin sözü gəldiyi üçün vergül tire. Dedidən sonra vergül tire. Gedən gündən başım yaman qarışıq idi. Başqa durğu işarəsi buraxılmayıbdır. Buraxılan durğu işarəsi qoşa nöqtə. Daha sonra 3 tire, 1 tire burada, biri burada, digər isə burada. 3 tire, eyni zamanda 3 vergüldür. Yəni, cavab olur qoşa nöqtə 3 tire, 3 vergül olur B variantında. Sual 8. Hansı cümlədə ilə Lalə bağlayıcı mövqeyindədir? Əskər döyüş meydanında cəsarətlə vuruşurdu. Burada cəsarətlə sözündə lə zərf cəldən şəkilçidir, bağlayıcı deyil.
Biz şəhərə maşınla getdik. La burada qoşmadı, maşın ilə getdik. Adil ilə Səməd dünən atasına kömək etmək üçün limana getmişdi. Getmişdi. Kim? Səməd. Kim ilə? Adil ilə. Burada baxmayaraq ki, ilkin oxuduqda Adil və Səməd dünən atasına kömək etmək üçün limana getmişdi şəklində oxuyursunuz. Amma diqqət edin ki, burada iki mübtədə olarsa, həmcins mübtədə olarsa, üçüncü şəxsin təkində olan həmcins mübtədə olarsa, xəbər cəmdə olmalı idi ki, burada bunlar həmcins mübtədəli təşkil etsinlər. Burada xəbər təkdədir. Getmişdi. Kim? Adil ilə Səməd yox. Getmişdi. Kim? Səməd. Kim ilə? Adil ilə. Burada ilə bağlayıcı yox, qoşma mövqeyindədir. Yəni buna diqqətli olun. Burada bunu və ilə əvəz edə bilmirik. Çünki bunlar həmcins mübtədələr olmurlar, xəbər üçün təkində olduğu üçün. Lakin burada yazsaydı ki, Adil ilə Səməd dünən atasına kömək etmək üçün limana getmişdilər. Bu zaman artıq getmişdilər. Kim Adil, kim Səməd. Burada həmcins mübtədə götürüb iləni bağlayıcı düşünmək olardı. Yəni orada bağlayıcı olardı. Lakin bu məqamda oradakı ilə bağlayıcı yox, qoşmadı. Yəni C-də deyil cavab. Nəsrəddinlə Lətif cəbhədə dost olmuşdular. Nəsrəddin və Lətif burada iləni və ilə əvəz edə bilirik. Dost olmuşdular. Kim Lətif, kim Nəsrəddin? Həmcins mübtədələrdir. Yəni xəbər üçün cəmindədir və Nəsrəddin və Lətif həmcins mübtədələrdir. Burada ilə də bağlayıcıdır. Doğru cavab olur D-də. E-də əlini bıçaqla kəsmişdi, bıçaq ilə kəsmişdi. Burada isə la qoşmadı. Doğru cavab oldu D-də. 9. Hansı cümlədə mürəkkəb adın yazılışı yanlışdır? Leyli Məmmədcin poeması poema adıdır, dırnaqda yazılıb, bu doğrudur. Azərbaycan Dövlət Teleqraf Agentliyində agentlik böyük hərflə yazılmalıdır. Kiçiklə yazıldığı üçün ilə yanlış cavab B-dədir. Vətən müharibəsi doğru yazılıb, orta paleolit doğru yazılıb, Azərbaycan Respublikası dövlət bayrağı doğru yazılıb. Yanlış olan nə oldu? B variantı. Sual 10. Verilən fikirlər hansı əməli yazı nümunəsinə aiddir? Məzmununa görə sadə və mürəkkəb olur. Sol tərəfdə təşkilatın ştampı qoyulur. Kimliyi təsdiq etmək məqsədilə verilir. Yadda saxlayın ki, ştampdır, möhürdür. Yəni ştamp və möhür sözü varsa, bilin ki, bu arayışdır. Yəni cavab burada arayışdır. Söhbət arayışdan gedir. Bundan başqa möhürdən istifadə oluna bilər vəkalətnamədə, bir də xasiyyətnamədə. Lakin xasiyyətnamə biri haqqında verilən onun xarakteri, onun necə olması haqqında bir məlumatdır. Orada iki şəxsin imzası olur. Vəkalətnamədə də möhür olur, lakin vəkalətnamə kimliyi təsdiq etmək məqsədi ilə verilmir. Hər üç tələbi ödəyən olur, arayış. Yəni cavab oldu C-də. Sual 11. Sillogizmi tamamlayın. Birinci hökm fe'li bağlama cümlədə xəbərin ifadə vasitəsi ola bilmir. İkinci hökmdə danışmadan sözü fe'li bağlamadır. Nəticəyə yazmalıyıq ki, danışmadan sözü cümlədə xəbər ola bilmir. Cavab da B-də verilib ki, danışmadan sözü cümlədə xəbərin ifadə vasitəsi ola bilmir. Yəni sillogizm test tipini işlədikdə əslində cavab nəticə ilə birinci və ikinci hökmün birləşməsindən yaranır. Yəni ümumiyyətlə birincidə qeyd olunur, qayda qeyd olunur ki, fe'li bağlama cümlədə xəbər ola bilmir. İkincidə danışmadan fe'li bağlamadır. Yəni belə nəticəyə gəlirik ki, danışmadan sözü cümlədə xəbər ola bilmir. Cavab oldu B. Sual 12. Sinonimlər haqqında yanlış fikirdir. Sinonimlər yersiz təkrarın qarşısını alır. Bəli, bədii nitqdə yersiz təkrarının qarşısını alır. Doğrudur. Sinonimlərin məna tayları yalnız eyni nitq səsi olmalıdır. Bu da doğrudur. Müxtəlif nitq səsi ola bilməz. Şəkər və şirin sözləri bir-birlə sinonimdir. Bu fikir yanlışdır. Şəkər isim, şirin isə sifətdir. Qeyd etdiyimiz kimi sinonimdir, çox mənalıdır, antonimdir. Nitq hissələri, yəni məna tayları müxtəlif ola bilməz. Şəkər isim, şirin isə sifət olduğu üçün fərqli nitq hissələrinə məxsusdurlar və ona görə bunlar sinonim cərgəni pozurlar. Səhv olan C-dədir. Sinonimlər yaxın mənalı sözlərdir. Bəli, bəzi sinonimlər hər zaman bir-birinə əvəz edə bilmir. Bu da nisbi sinonimlərdir ki, hər zaman bir-birinə əvəz edə bilmir. Məsələn, hündür uca hər zaman bir-birinə əvəz edə bilməyən sinonimlərdir. Daha sonra növbəti sual 13. Cümlələrdən birində kimi bənzətmə qoşmasının omonimi işlənibdir. Yadda saxlayın ki, kimi bənzətmə qoşmasının omonimi soruşulursa, ya məsafə qoşması axtaracaqsınız cavabda, ya da cavabda axtaracaqsınız sual əvəzliyi.
sual əvəzliyi. Daha doğrusu qeyri-müəyyən əvəzliyi. Sual əvəzliyi homonimlik yaratmır. Qeyri-müəyyən əvəzlik. Sual əvəzliyini götürə bilməzsiniz. Çünki sual əvəzliyində vurğu kimi axtarırsan, vurğu birinci hecadadır. Lakin bənzətmə qoşmasında, məsafə qoşmasında, eləcə də qeyri-müəyyən əvəzlikdə vurğu ikinci hecaya düşdüyü üçün onlar bir-birilə homonimlik yaradır. Amma kimi sual əvəzliyi digər kimi qeyri-müəyyən əvəzlik və qoşmalarla homonimlik yaratmır. A variantında da kimi axtarırsan, ay bala. Burada kimi sual əvəzliyi olduğu üçün homonimlik yaratmır. Sizin kimi mən də yoruluram. Burada kiminin özü bənzətmə qoşmasıdır. Özü ilə homonimlik təşkil etmir. Usta, kəndə işləməyə gedəndə özünlə kimi aparacaqsan. Burada da kimi sual əvəzliyi homonimlik yaratmır. Kimi tarlada işləyir, kimi taxıl səpir, kimi yer şumlayır. Bəli, cavab budur. Çünki burada qeyri-müəyyən əvəzlikdir, vurğu sona düşür və bunlar da bir-birilə homonimlik yaradır. Yaz gələndə uşaq kimi sevinirdik. Burada da kimi yenə bənzətmə funksiyasındadır. Bənzətmə qoşması, yəni ilə homonimlik yaratmır. Çünki hər ikisi eyni funksiyanı yerinə yetirir. Yəni bir söz özü ilə necə homonimlik yaratsın ki? Doğru cavab oldu D-də. Sual 14. Hansı cümlədə oba əvəzindən sonra vergülün qoyulmağı doğrudur? Bugün 2 nəfər oğlan qocanı axtarırdı. Burada bugün mürəkkəb səhvdir. Bunların arasına qoyulmuş vergül yanlışdır. O artıq burada yaşamır, şəhərə köçüb. Burada artıq ədatdır və odan sonra ədat gəldikdə vergülün qoyulmağı yanlışdır. O oxuyan, sinifdə hər kəsdən fərqlənən şagirddir. Şagirddir. Kim o? Hansı şagirddir oxuyan, hansı sinifdə hər kəsdən fərqlənən? Burada odan sonra o kim sualına cavab verir və oxuyan fe'l sifət gəldiyi üçün vergülün qoyulmağı doğrudur. Yəni o bu kimlə sualına cavab verər sözündən sonra isim, sifət, say, zərf, feillərdən yalnız fe'li sifət, yəni fe'l sifət istisna olmaqla digərlərində vergül qoyulmur. Lakin bir dənə fe'l sifətdə vergül qoyulur feillərdən. Eyni zamanda köməkçi diksiyələrindən də modal söz, nida, eyni zamanda xitabdan da, yəni ondan sonra xitab gəldikdə də vergüldən istifadə olunur. Burada da fe'l sifət gəldiyi üçün vergülün qoyulmağı doğrudur. Cavab olur elə C-də. Bu mənim uşaqlıq şəkillərimdir. Burada əvəzlik gəldiyi üçün vergülün qoyulmağı yanlışdır. O da mənə məlumdur ki, burada əslində vergül olmalıydı. O da mənə məlumdur ki, bizim idarədə satqın var. Burada da odan sonra vergülün qoyulmağı yanlış verilibdir. Çünki burada da deməli o da burada da bağlayıcıdır və odan sonra gələn bağlayıcı olduğu üçün vergülün qoyulmağı yanlışdır. Cavab olur C variantı. Sual 15. Cümlələrin birində fikrin mənbəyini bildirən modal söz işlənmişdir. Bu məsələnin həll yolunu məncə bilmir. Burada məncə modal sözü yox, mən əvəzliyi, üstəgələk ca qoşması işlənib. Burada yəni modal yoxdur. Deyəsən son olanlar hələ də ona dərs olmayıb. Deyəsən güman şübhə bildirən modaldır. Məncə bəs edər bu qədər düşünmək kifayətdir. Burada isə elə məncə modal sözdür. Yəni ona görə doğru cavab olacaqdır. C variantı fikri mənbəyini bildirən modal söz, yəni C-də işlənib. Demək, Mahmud mənim sözümü yerə salır. Burada demək, nəticə ümumiləşdirmə bildirəndir və fikri mənbəyini bildirmir. Siz imtahandan şübhəsiz ki, yüksək nəticə əldə edəcəksiniz. Burada isə şübhəsiz ki, təsdiq yəqini bildirən modal sözdür. Daha sonra sual 16. İsimlərdən biri yalnız mənsubiyyət çəkicisi qəbul etdikdə ikinci icasındakı qapalı saitini itirir. Yalnız mənsubiyyət çəkicisi qəbul etdikdə saitini itirənlər əsasən milli mənşəli sözlərdir. Beyin, burun, ağıl, ağız, daha sonra burun, çiyin, qarın, qayın, oğul, könül və s. bunlardır ki, ikinci hecədə saitini itirirdi. Yalnız mənsubiyyət qəbul etdikdə. İsim, cisim, qisim, nəsil, fəsil, zihin, fikir bu tip sözlər isə həm hal, həm mənsubiyyətdə saitini itirirdi. Yəni söhbət hal şəkilçisində saitlə başlayandan gedir. Yalnız mənsubiyyət dediyi üçün əsasən bədən üzvlərlə bağlı olanı götürürük. Yəni zihin həm hal, həm mənsubiyyətdə, isim, sinif, fikir həm hal, həm mənsubiyyətdə saitini itirir. Beyin isə yalnız mənsubiyyət çəkicisi qəbul edəndə saitini itirirdi. Ona görə doğru cavab oldu B. Sual 17. Hansı cümlədə təsriflənən feil, yəni feilin şəkilləri qayıdış növdədir? Dustaqxanada olanda hər gün məktub yazardı. Yazar da burada təsriflənən feildir. Yəni heç bir növ şəkilçisi yoxdur, məlum növdədir. Müdirin tapşırığına tezliklə əməl edildi. Əməl edilmək şəxsiz növdədir. Payız gələndə yarpaqlar saralır. Sardan saral olmur, yəni saralmaq sadə söz olduğu üçün məlum növdədir.
Səhər açılanda hava təmiz, otlar şehli idi. Burada açılanda, səhər açılanda əslində qayıdış növdədir, lakin təsriflənməyən feildir. Bizdənsə təsriflənən feil soruşulduğu üçün D-də olmur. Əskər yaralı döyüş yoldaşını görəndə səngərdən irəli atıldı. Atıldı, at, atıl, atıldı. Burada növ şəkilçisi var. Eyni zamanda burada qayıdış növdədir. Yəni iş özü üzərində görülür. Əskərin özü irəli atılır. Və doğru cavab elə olur E variantında. Yəni irəli atılmaq burada qayıdış növdədir. Daha sonra mətn sualına baxaq. Sual 18. Bir mango ağacının meyvə verməsi üçün 5 ildən çox vaxt lazımdır. Ancaq ilk meyvə üçün bu qədər gözləyən kəndlər ağac çiçək açanda bu çiçəkləri meyvə verməsinə imkan vermir. Əksinə, bu çiçəkləri yolmağa üstünlük verirlər. Üstəlik, fəsillər, illər keçir. Ancaq kəndlər yenə çiçəkləri yolmağa davam edirlər. Çünki onlar bilirlər ki, ağaclar meyvə verəndə artıq böyüməyi dayandırırlar. Meyvə verə bilməyən ağaclar isə köklərini və budaqlarını gücləndirməkdə və hər il daha çox böyüməyə davam edirlər. Nəhayət ağaclar böyüdükdə kəndlər çiçəkləri budaqlarında saxlayır, çiçəklərin meyvə verməsinə imkan verirlər. Burada sual, deməli, mətni oxuduq. İndi isə mətnə əsasən verilən fikirlərdən yanlış olanı götürməliyik. Mango yetişdirmək üçün bir neçə il vaxt lazım idi. Bəli, 5 ildən çox vaxt lazımdır. Bu doğrudur. Meyvə verə bilməyən ağaclar gündən-günə zəifləyir. Qeyd olunur ki, mətndə meyvə verə bilməyən ağaclar isə köklərini və budaqlarını gücləndirməkdə və hər il daha çox böyüməkdə davam edirlər. Yəni burada zəifləmək yox, əksinə gündən-günə güclənirlər və böyüməyə başlayırlar. Bu fikir yanlışdır, elə cavab olur B-də. Mango ağacının böyüməsi üçün çiçəklər bir neçə il yolunur. Bəli, 5 ildən çox vaxt lazım olur və bir neçə il onları çiçəklərini yolurlar, meyvə verməyə qoymurlar. Kəndlər ağac böyüdükdən sonra artıq onun çiçəklərini yolmurlar. Bəli, bu da doğrudur. Nəhayət ağaclar böyüdükdə kəndlər çiçəkləri budaqlarında saxlayır cümləsində qeyd olunub. Mango yetişdirmək üçün səbr və zaman lazımdır. Bəli, çünki 5 ildən çox vaxt zaman eyni zamanda səbir tələb edir. Doğru cavab oldu B-də. Daha sonra növbəti sual 19-a baxaq. Kəndin kənarında iri çinar ağacının kölgəsində yerləşən kiçik bir daxma vardı. Burada illərlə tək başına yaşayan qoca Səlim çox bilikli və sirli biri kimi tanınırdı. O heç vaxt kənd cəmaatı ilə çox ünsiyyətdə olmaz, ancaq ehtiyacı insanların səssizcə kömək edərdi. Bir gün kəndə yad bir adam gəlir. O çox həyəcanlı və narahat görünürdü. Kənd sakinləri onun niyyətindən şübhələndilər, amma qoca Səlim bu adamı sakitcə dinlədi. Məlum oldu ki, o atasından qalan bir tapmacanın cavabını axtarır. Tapmaca belə idi. Gözlə görünməz, lakin hər yerdədir. İnsan onu axtarsa da tapmaz. O yalnız saf qəlbli insanların yanındadır. Qoca Səlim bir qədər düşündü və cavab verdi. Bu, daxili rahatlıqdır. Yad adam bu sözləri eşidən kimi gözləri yaşardı. O başa düşdü ki, cavab heç bir xəzinədə və ya qədim yazıda deyil, insanın öz qəlbindədir. Mətnin əsas ideyası nədir? Sual belədir. Qoca insanlar həmişə müdrik olurlar. Bu mətnin bizə aşıladığı, ifadə etdiyi əsas ideya deyil. Yəni sadəcə mətn haqqında ümumi məlumatdır. Hər bir sirrin açarı qəlbimizdədir. Bəli, cavab B-dir. Mətnin ümumi ideyasını bizə çatdırdığı əsas fikir məhz odur ki, hər bir sirrin açarı məhz qəlbimizdədir. Çünki tapmacanın cavabı da elə belə idi ki, insanın öz qəlbindədir. Doğru cavab olur B-də. Yad insanlara etibar etmək olmaz. Mətndə bu haqda heç nə deyilmirdi. Tapmacalar insanı həmişə çaşdırır. Mətndə tapmaca olduğu deyilir, amma mətnin ideyası deyil. Kənd cəmaatı həmişə yad insanlardan çəkinir. Burada belə bir məqam yox idi, həm də ideya ilə səsləşmir. Növbəti sual 20. Amazon meşəsi bəşəriyyətin gələcəyi üçün həyati əhəmiyyət kəsb edir. Bu meşə dünyadakı ən böyük tropik meşə sahəsi təşkil edir. Planetin oksigen istehsalının təxminən 20%-ni təmin edir. Ancaq son illər meşə qırılması və insan fəaliyyəti səbəbindən Amazonun sahəsi getdikcə azalır. Amazon meşəsinin qorunması və ekosistemin tarazlığını təmin etməklə yanaşı, qlobal istiləşməni yavaşlatmağa da kömək edə bilər. Bu meşə həmçinin dünyanın bioloji müxtəlifliyinin təxminən 10%-ni özündə saxlayır və çoxsaylı nadir və qeyri-adi canlıların yaşama mühitini təmin edir. Lakin bu meşənin qorunması üçün insanlar yalnız ağacları kəsməməli, həm də kənd təsərrüfatı sahələrini genişləndirmək üçün ərazini məhv etməməlidirlər.
Mətndə əsasən Amazon meşəsinin bioloji müxtəlifliyindəki rolu nədir? Dünya ekosisteminə zərər vurur. Baxaq, əksinə ekosistemin tarazlığını təmin edir. Bioloji müxtəlifin təxminən 10%-ni saxlayır. Bioloji müxtəlifin təxminən 10%-ni özündə saxlayır. Bəli, elə doğru olan cavab B-dir. Sadəcə nadir bitkiləri qoruyur. Fikir, deməli, bioloji müxtəliflikdə rolu nədir? Xeyr, sadəcə nadir bitkilər qorunur fikri yanlışdır. Sadəcə təbiət turizminə xidmət edir. Bu da, yəni yalnız təbiət turizminə xidmət edir fikri yanlışdır. Çünki ekosistemi də qoruyur. Daha sonra deməli qlobal istiləşməni də yavaşlatmağa kömək edir. Sadəcə fikrinə görə yanlışdır. Heç bir bioloji müxtəlifliyi təmin etmir. Bu da yanlışdır. Çünki bioloji müxtəlifliyin 10%-ni özündə saxlayır və çoxsaylı nadir və qeyri-adi canlıların yaşama mühitini təmin edirdi. Doğru cavab oldu B-də. Sual 21. Gün batarkən kiçik bir oğlan parka gəldi. Ağacların altından sükut onu sakitləşdirirdi arasındakı. O bir vaxtlar burada dostlarıyla oynayardı, amma indi yalnız qalırdı. Anası ona hər zaman deyirdi, hər şey keçicidir, amma xatirələr qalır. O bu sözləri düşünərək biraz dayandı, sonra çantasından bir kitab çıxardı və oxuturdu. O an sükutun nə qədər dəyərli olduğunu anladı. Hər şeyin bir vaxtı vardı. Amma bu anın gözəlliyi onun özünə məxsusdur. Bu anın gözəlliyi özünə məxsusdur. Mətnə əsasən oğlanın anasına dediyi hər şey keçicidir, amma xatirələr qalır sözü hansı məna daşıyır? Keçən zamanla birlikdə sadəcə yaxşı xatirələr qalır. Deməli, hər şey keçidir, amma xatirələr qalır. Keçən zamanla birlikdə yox, deyir ki, hər şey keçicidir. Burada isə keçən zamanla birlikdə sadəcə yaxşı xatirələr qalır deyir. Bu, həmin fikri ifadə etmir. Xatirələr keçən zaman əvəzində daha qiymətli və qalıcı olur. Bəli, anasının çatdırmaq istədiyi əslində fikir bu idi ki, xatirələr keçən zamanın əvəzində daha qiymətli və qalıcı olur. Doğru cavab B-dir. Hər şeyin mənası zamanla itir, heç bir xatirələrdə qalmır, əksinə xatirələrdə qalırdı. Həyatda yalnız keçici anlar vacibdir, xatirələr heç bir dərəcəyə malik deyil, yanlışdır, xatirələr qalır deyir. İnsanlar sadəcə keçmişə bağlanmamalıdır, çünki gələcək daha əhəmiyyətlidir. Burada keçmiş və gələcək yox, xatirələrdən danışılırdı. Doğru cavab oldu B variantı. Sual 22. İrina və Elza iki bacı idi. İrina sakit, düşüncəli və həssas idi. O həmişə başqalarına yardım etməyə çalışır, onların hisslərini nəzərə alırdı. Elza isə enerjili, məqsədli və irəliləməyə çalışan bir insandı. O, bəzən başqalarının hisslərini nəzərə almadan öz məqsədlərinə çatmağa çalışırdı. Bir gün kənddəki tədbirdə hər iki bacı iştirak etdi. İrina insanların ehtiyaclarını qarşılamağa çalışarkən Elza tədbirin diqqət mərkəzində olmağa üstünlük verdi. Hər iki bacı fərqli xarakterə sahib olsa da bir-birini sevirdilər. Mətnə əsasən hansı obrazın xarakter xüsusiyyətinə daha uyğun, yəni xüsusiyyətləri daha uyğun gəlir? İrina enerjili və irəliləyən, Elza isə sakit və düşüncəli bir insandır. Baxaq. İrina sakit və düşüncəli. Əksinədir. Burada Elzanı yazıbdı. Elza sakit və düşüncəli, amma əksinə Irina sakit və düşüncəli idi. Bu yanlışdır. Irina başqalarına yardım edən, başqalarının hisslərini nəzərə almayan digər idi. Baxaq, Irina başqalarına yardım etməyə çalışırdı yazıb. Elza isə məqsədli və önə çıxmağa çalışan bir insandır. Bəli, məqsədli və irəliyə can atan, irəliyə çıxmağa çalışan bir insan idi. Elə doğru cavab B variantıdır. İrina məqsədli və sərt. İrina məqsədli və sərt. Məqsədli olan Elza idi, yanlışdır. İrina və Elza eyni xarakterə malikdir. Xeyr, fərqli xarakterdədirlər. Elza başqalarının hisslərini nəzərə alır. İrina isə öz fikirlərini müdafiə edir. Bu da əksinədir. Elza əsasən yəni özünü düşünür, öz hisslərini nəzərə alırdı. Doğru cavab oldu B-də. Növbəti 23-cü sual. Asiya dünyanın ən böyük və ən çox əhalisi olan qitəsidir. Bu qitə müxtəlif mədəniyyətlər, dillər və dinlərlə zəngindir. Asiyanın ən böyük ölkəsi Rusiyadır, amma əhalisinin sayı Avropa tərəfində yaşayır, çoxu Avropa tərəfdə yaşayır. Hindistan 1,4 milyard əhali ilə dünyanın ən böyük ikinci ölkəsidir. Asiya ölkələrinin iqtisadiyyatı müxtəlifdir. Yaponiya və Cənubi Koreya yüksək texnologiya və istehsalda liderdir. Çin sürətlə inkişaf edərək dünyanın ən böyük iqtisadiyyatlarından birinə çevrilib. Hindistan isə xidmət sektorunda mühüm mərkəz olub.
Bir çox Asiya ölkələrində kənd təsərrüfatı ilə məşğul olsa da, sənaye və xidmət sektoru da inkişaf edib. Təbiətin qorunması və ekoloji davamlı inkişaf məsələləri Asiya ölkələrində önəmli yer tutur. Mətnlə bağlı yanlış fikri tapmalıyıq. Asiyanın ən böyük ölkəsi Rusiyadır, amma əhalinin çoxu Avropa tərəfində yaşayır. Bəli, bu doğrudur. Qeyd olunubdur. Ən böyük əhalisi çox olan qitədir. Deməli, Rusiyadır ən böyük ölkəsi, amma əhalisinin çoxu Avropa tərəfdə yaşayır. Bu doğrudur. Asiya ölkələrinin iqtisadiyyatı yalnız kənd təsərrüfatı ilə bağlıdır. Baxaq, Asiya ölkələrinin iqtisadiyyatı. Burada qeyd olunur ki, Asiya ölkələri kənd təsərrüfatı ilə yanaşı sənaye və xidmət sektorunda inkişaf edib. Burada isə yalnız kənd təsərrüfatı yazdığı üçün yanlış olan cavab olur B variantında. C-də Hindistan xidmət sektorunda mühüm mərkəz halına alıb, mərkəz halına gəlib. Bəli, burada qeyd olunmuşdur ki, Hindistan isə xidmət sektorunda mühüm mərkəz olub. Bu doğrudur. Çin iqtisadiyyatını sürətlə inkişaf edirən dünyanın ən böyük iqtisadiyyatlarından birinə çevrilib. Çin sürətlə inkişaf edərək dünyanın ən böyük iqtisadiyyatlarından birinə çevrilib. Bu doğrudur. Yaponiya və Cənubi Koreya yüksək texnologiya və istehsal sahələrində lider ölkələrdir. Baxaq, Yaponiya və Cənubi Koreya yüksək texnologiya və istehsalda liderdir. Bu da doğrudur. Yanlış olan cavab oldu B-də. Sual 24. Quşlar qanadlara və tükə malik olan uçma qabiliyyətinə sahib canlılardır. Onlar müxtəlif ekosistemlərdə, meşələrdə, çöllərdə və su hövzələrində yaşayırlar. Quşların bədən quruluşu, onların uçma qabiliyyəti onlara uçma qabiliyyəti verir. Çünki bədənləri yüngül və aerodinamikdir. Quşların çoxu müəyyən mövsümlərdə miqrasiya edərək daha isti yerlərə köç edir. Həmçinin bəzi quş növləri yaşadıkları ərazilərdə müxtəlif ekosistemlərin tarazlığını qoruyurlar. Quşlar qidalanmaq üçün əsasən böcəklər, toxumlar və bitkilərdən istifadə edirlər. Bununla yanaşı bəzi böyük quşlar balıqlarla və digər heyvanlarla qidalanır. İnsanlar üçün isə quşlar həm qida mənbəyi, həm də əyləncə məqsədli turların bir hissəsi olaraq əhəmiyyətlidir. İndi isə mətnlə bağlı sual. Mətnə əsasən aşağıdakı fikirlərdən hansını əminliklə demək olar? Quşlar yalnız böcəklərdən və toxumlardan qidalanır. Yanlışdır. Bəziləri isə balıqlarla qidalanır. Quşlar əsasən əyləncə məqsədli yetişdirilir və qida mənbəyi olaraq istifadə olunur. Quşlar qida məqsədi ilə istifadə olunur. Eyni zamanda əyləncə məqsədilə də istifadə olunduğu qeyd olunmuşdur. Bu da yanlışdır. Quşlar müxtəlif ekosistemlərin tarazlığını qorumağa xidmət edir. Burada qeyd olunmuşdur ki, quşlar deməli ekosistemlərin tarazlığını qoruyurlar. Bəli, bu doğru fikirdir. Cavab olacaqdır C. Bütün quşlar miqrasiya etməyi təbii olaraq bacarır. Burada bütün quşlar yox, bəzi quşlar qeyd olunur. Ona görə bu yanlışdır. Quşların bədən quruluşu onları uçmaq üçün deyil, yalnız yerdə hərəkət etməyə uyğunlaşdır. Yanlışdır. Həm burada qeyd olunubdur. Quşların qanadları, deməli, quşların bədən quruluşu onlara uçmaq qabiliyyəti verir. Çünki bədənləri yüngül və aerodinamikdir. Bu da yanlışdır. Daha sonra növbəti və sonuncu sualımız 25. Bir vaxtlar böyük dağların arxasında yerləşən bir kənd var idi. Bu kəndin sakinləri sadə, amma çox zəhmətkeş insanlardır. Kəndin ətrafında dərin meşələr, geniş çaylar və daşlıq dağlar var idi. Kənddə yaşayan insanlar hər gün işləyir, torpaqda əlləri ilə məhsul yetişdirir, meyvə bağlarında dadlı meyvələr toplayırdılar. Onların həyatları çox sadə olsa da içlərində bir çox arzular, ümidlər və sevgi var idi. Kəndin gənc sakini hər gün səhər tezdən dağları keçərək kəndin kənarındakı böyük gölə gedərdi. O, orada təkcə suyun üzərindəki əksini seyr edərək öz düşüncələrlə baş-başa qalırdı. Gölün suyu təmiz və parlaq idi, amma bəzi köhnə rəvayətlərə görə o göl bir zamanlar bir çox sirlər saxlayırdı. Kəndin əfsanələrinə görə gölün dibində bir zamanlar gizli bir qızıl mədən olmuşdu. Ancaq heç kim bu sirləri tam olaraq öyrənə bilməmişdi. Çünki gölə girən adam sağ qalmamışdı. Mətndə hansı sözlə başlayan cümlə səhv yazılmışdı? Burada müəllimlər saxlayırdı sözüdür. Əslində olmalıydı saxlayırdı. Lakin burada söz səhv yazılıb. Bu da başlayıbdı gölün sözü ilə. Yəni də cavab olacaq C variantında gölün sözü ilə başlayan. Belə əziz müəllimlər, sualların izahı bitdi. Əgər videonu bəyəndinizsə, o zaman zəhmət olmasa kanala abunə olmağı və videonu paylaşmağı unutmayın. Hələlik müəllimlər.